Bismillah və salatu və selamu alə Rasulillah. Əmmə bə'd. Əminə qardaşlar, bilirsiniz ki, cəmaat namazının fəziləti ümumiyyətlə müsəlmanların kişilərinə vacibdir ki, məsciddə iştirak eləsinlər. Yəni, bacardıqları qədər, xüsusən də məscidə yaxın olan, məsələn, azanı eşidən ola bilər ki, məscidə yaxındır, azanı eşitmir. Əgər məscidə gəlib getmək onun üçün rahatdırsa, yəni məscidə gəlib getməlidir. Və xüsusən də sübh namazının fəziləti. Ümumiyyətlə, qadınlar da məscidə gələ bilərlər cəmaat namazına. Ancaq onlar üçün vacib deyil. Ancaq ümmətin kişilərinə məsciddə cəmaat namazı qılmaq vacibdir. Və həmçinin sübh namazının da böyük fəziləti var. Və sübh namazıyla işa namazı ən ağır münafiqlərədir. Yəni, münafiqlərə ən ağır namazdır onlar. Çünki onlar səhər dura bilməzlər, axşam da tez yatarlar, yəni namaza gəlmək istəməzlər. Və əlbəttə ki, bir də ki, bütün ibadətlər asan deyil, heç kim üçün. Hər bir ibadətdə çətinliyi var. Allah Subhanahu taala əmridir və yerinə yetirməlisən. Və buna görə də Allah Subhanahu taala səni yaradıb ki, ona ibadət eləyəsən və Allah Subhanahu taala sənə vəd edib, cənnət vəd edib, xeyir vəd edib, həm bu dünyada, həm də axirətdə. Və əgər sən sübh namazını buraxarsansa, səhər namazını buraxarsansa, artıq nədir? Böyük bir xeyirdən məhrum olmuş olursan. Və həmçinin o faydalar haqqında danışmaq istəyərdim. Həm özüm üçün faydalı olsun, həm də sizin üçün. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, Mən sallə əl-fəcrə fi cəmaətin, thumma qadə yezkurullaha hattə tatli'aş-şəmsu, thumma sallə rəxateyn, kənət ləhu kəəcri həccətin, humratin, təmmətin. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, kim fəcr namazını, sübh namazını cəmaatla bir yerdə qılarsa, sonra oturar və Allahı zikr eləyərsə, hətta gün çıxana kimi Allahı zikr eləyərsə, sonra durub 2 rükət namaz qılarsa, gün çıxandan sonra və ona həcc və ümrə qədəri tam şəkildə, yəni bütün kamil şəkildə ona savab yazılır. Və əlhəmdə birincisi sübh namazını cəmaatla qılmaq, yəni dedik ki, faydalıdır. Sən sübh namazına gəlirsən, çünki möminlərin əməllərindəndir və həmçinin təqva əhlinin əməllərindəndir, iman əhlinin əməllərindəndir. Həm də Allah Subhanahu taalanın buyruğudur, Rasulullah sallallahu aleyhi və səlləmin əmridir. Və sonra xüsusən də məsələn, indi o haqda danışıcı, cümə günü məsələn, cəmaat namazında iştirak etmək və oturarsa Allahı zikr eləyərsə. Yəni, namazdan sonraki zikirlər, sonra səhər axşam zikirləri, sonra oturaq Quran oxuyarsa, Allaha dua eləyərsə, ta gün çıxana kimi. Yerini dəyişə bilər məsciddə. Bura, yəni ki, deyək ki, məscidin bir qırağına çəkilər, söykənmək üçün, rahat oturmaq üçün. Bunlar problem deyil. Və yaxud da dəstəmazın dəyişmək çıxarsa, girərsə, bura aid deyil. Sadəcə oturan, yəni namazı qıldığı yerdə oturmaq daha yaxşıdır ki, yəni çox hərəkət eləməyəsən, ora-bura durub gedməyəsən, ehtiyac olmadan. Oturarsan, zikr eləyərsən, Quran oxuyarsan, dua eləyərsən və s. Ta gün çıxana kimi. Və gün də təqribən bir nizə boyu çıxandan sonra, yəni 15-20 dəqiqə təqribən, çıxandan sonra 2 rəkət namaz qılarsa. Bu da işrak namazı deyirlər, yəni gün çıxandan sonra qılınan namaz, duha namazı yəni əvvəlidir. Və nədir 2 rəkət qılarsa, ona həcc və ümrə savabı yazılar. Həcc və ümrənin. Hər gün təsəvvür ki, bu sənin üçün təkrar olur. Özünə Rasulullah sallallahu aleyhi və səlləm təkid elədi. Yəni 3 dəfə tam şəkildə deməsi nədir? Təkid, yəni bu böyük savab var. Düzdür. Bu, əgər sən hər gün məsələn məsciddə namazı qılırsansa və gözləyirsənsə və sən o savabı qazanırsan, amma sənin İslam həccinin və ümrəsinin deyil. Yəni sən həcci ziyarətinə getməlisən. Sadəcə orada savab qazanırsan. Yəni onu bir növ ya da sənin o savabın miqdarı, yəni oradan gələn savab qədəri sən savab qazanır. Və ona görə də yəni bu ibadətlərdə yarışmaq lazımdır, çalışmaq lazımdır. Və Allah qarşısına gedən bir günümüz var və onların hesaba çəkiləcək. Yəni bu dünyadan heç bir şey yaparmayacaqsan. Və bu dünya həyatı yəni çox sıxıntılıdır. Görürsən, problemlər çoxalır. Nə üçün? Çünki insanın vaxtı boş-boşa gedir. Əgər o bu işlərlə məşğul olsa ibadətlərlə və yaxud da başqa məscidlərdə görürsən, yəni nələr eləyirlər məscidlərdə görürsən ki, müsəlmanlar adam qalır belə hərə bir şey, hətta kart oynayanlar, qalyan çəkən məscidlər, belə şeylər. Amma məscidə qorxa girmək də lazımdır. Məscidə ancaq nə siyasət olmaz, nə bilim başqa şeylər olmaz, nə adam özünü döyməlidir, nə hara çıxartmalıdır, nə dəf vurmalıdır. Məscidə girirsən, ancaq namaz üçün
Quran oxumaq, dua etmək, ibadət etmək, Allahdan istəmək və salam. Yəni bunlar üçündür məsəl, başqa şeylər üçün deyil. Həm bunları qoruyub saxlayırsan, görsən nədir? Kim Allahı zikr eləyərsə. Yəni Allahı zikr eləmək əlbəttə ki, ən birinci Qurandır, ən böyük zikirdir və sonra da başqa zikirlər və dualar. Ona görə də xeyr əməldə çalışmaq lazımdır və axirətdə peşman olmayasan. Təsəvvür et ki, hər gün səndən nə qədər savab qazanarsan və yaxud eləməsən sənin nə qədər savab itirirsən, nə qədər fəzilət itirirsən. Və Allah Teala bizi eşidib, bilənlərdən, əməlləyənlərdən eləsin. Allah bizi qorusun, Allah bizə xeyir qapıları açsın. Allah ölkəmizi qorusun, xeyir içərisində eləsin. Allah ölkəmizi qoruyanları qorusun. Allah əskərlərimizi, hərbiçilərimizi qorusun. Allah ölkə başçımızı qorusun və o xeyir üzərində etsin. Və bütün müsəlmanlara kömək olsun. Subhanakallahumma bihamdik, nəşhədən la ilahə illə əntə nəstəğfiruka və nətubu ilayk.